Selamun Aleyküm değerli izleyiciler. Hər birini salamlayıram. Bugün sizə gözəl bir əmlak, həyətyanı torpaq sahəsini təqdim etmək istəyirəm. Gördüyünüz bu asfalt yolun üzərindədir. Aspetrola yaxın bir ərazidədir. Balakən şəhərinin Heydər Əliyev prospekti Aspetrola yaxın bir ərazidə gözəl bir həyətyanı torpağı sizə təqdim etmək istəyirəm. Gördüyünüz həyətyanı torpaq sahəsinə giriş buradandır. Dəmir darvazalardan gördüyünüz kimi kubik hasarla hasarlanıb. Bir tərəfdən kubik hasar, digər tərəfdən qalın dəmirlə hasarlanıbdır. Qabağında belə gözəl ağ çinar ağaçları əkilib və yayda bunun xüsusi bir gözəlliyi var, kölgəsi var burada. Maşın saxlamaq üçün də hər cürə şəraiti var. İndi daxil oluruq, daxili görünüşünün təqdimatını etmək üçün. Daxil olduq həyətə. Dəyərli izləyicilər, gördüyünüz bu torpaq həyətyanı torpaq sahəsidir. Belə gözəl torpaqdır. Buranın gözəl havası var. Çox gözəl, xüsusilə də yayda burada çox gözəl havası olur. Belə baxdıqca görürsən ki, dağ mənzərəli, gözəl bir mənzərəsi olan bir yerdir. Gördüyünüz bu torpaq 20 sotdur. 20 sotdan ibarətdir. Sahibi tərəfindən burada 20 sot bütöv şəkildə satılır. Əgər belə 10 sotuqdan istəyən olarsa 10 sotuqdan da satmaq mümkündür. Belə bir yerə sahiblənmək istəyən, belə bir yerdə həyətyanı torpaq sahəsi əldə etmək istəyən hər kəs bizimlə əlaqə saxlayıb bizdən geniş məlumat əldə edə bilər. Dinlədiyinizə görə sağ olun, dəyərli izləyicilər. Videoları bəyənib kanalımıza abunə olmağı unutmayın. Sağ olun, sağlıqla qalın.